Axşamınız xeyir, məclisi salamlayalım. Bilirik, əlbəttə, sabah son oyunumuz da çıxırda ağırlıqdaydıq və ancaq nasıl demək ki, burada burada bir bərabərliyi var. Səfərdə də ağır olmalı bizim üçün, amma həqiqətən orada futbol sahamızın mübarizəsi komandaya qarşı 70 dəqiqəyə qədər daha yaxşı oldu. Oyunun sonlarında bilirdik ki, daha çox üstümüzə gələcək və elə də oldu. Dəyişikliklərdən sonra daha çətin oldu. Dəyişikliklər ola bilər sabah. Bilirik ki, yeni oyuncular şans verə bilər, gənc futbolçular var. Bu daha çox bizim üçün belə bir çətin ola bilər, çünki özlərini göstərməyə çalışacaqlar. Amma bizdə də itkilər var. Əlbəttə, bu oyunlarda həmin futbol sahələri istəyirdi. Təəssüf ki, natural qəzədələndi, oyunda sonra artıq qəzədələndi. Amma yerinə oynayan futbolçulara inanırıq. Son oyunumuz azarkeş dəstək olacaq və ən azı inanırım ki, futbolçularımız yaxşı mübarizə aparacaq. Əlbəttə, belə bir komanda ilə mümkün mübarizə aparmanın özü bir